Salam, hörmətli izləyicilər. Sabahlar mart ayının 8-i beynəlxalq qadınlar günüdür, bayramdır. Mən də hüquqşünaslar Seyidzadə fikirləşdim ki, qadınlar bayram münasibətilə nə hədiyyə edim. Düşündüm ki, dövlət xanımlar üçün müəyyən güzəşt və imtiyazlar verib, ora barədə məlumat verim. İstər sosial yardımla bağlı olsun, istər müavinətlə bağlı olsun, istər evə köçürməklə bağlı olsun, istər pay hüququyla bağlı olsun və digər hüquqlarla bağlı olsun, istədim məlumat verim, hörmətli izləyicilər. Əgər kimə maraqlısa sonuna qədər qulaq assın, hörmətli izləyicilər, bütün məlumatlar olacaq bacardığım qədər. Eyni zamanda mən istəyirəm ki, əlilliyi olan şəxsləri qulluq edən xanımlar öz hüquqlarını daha çox bilsinlər. Eğer xanım var ki, uşağı əlillidir, eğer xanım var ki, həyati yoldaşı əlillidir, mən bunu bilirəm, əlilliyi olan şəxs kimi, mən özüm də əlilliyi arabasındayam. Mənim də evdə belə xanımım var, qız evladım var, yəni bilirəm çətinlikləri. Ona görə istəyirəm, hamı bilsin ki, hansı hüquqları var. Və hörmətli izləyicilər, sizdən də xahiş edirəm, videonu bəyənin, qoy bu mənim videom xanımlara çatsın. Birinci başlayaq, hörmətli izləyicilər, xanımların əmək hüququna. Əgər xanım hamilədirsə, onun iki seçimi var, hörmətli izləyicilər. Uşağın 3 yaşına qədər məzuniyyət götürə bilər və ya ehtiyacı varsa işləmək istəyirsə işləyə bilər, amma tam saat yox, natamam saat. Yəni ki, bilirsiniz ki, həftədə 40 saatdır tam iş saatı, amma xanım 36 saat işləyə bilər. Buna baxmayaraq ki, hörmətli izləyicilər, o tam maaş almalıdır. Tutaq ki, 40 saatdan, məsəl üçün deyəm, maaş 1000 manatsa, xanım da yarımçıq işləyərək, hörmətli izləyicilər, tam maaşın 1000 manatını ala bilər. Digər məsələ ondan ibarətdir ki, hörmətli izləyicilər, əlilliyi olan şəxslər qulluq edirsə, istər evladı olsun, istər həyat yoldaşı olsun, belə deyək, ana birbaşa qulluğa görə 100 manat alır. Eyni zamanda belə deyək, hörmətli izləyicilər, həyat yoldaşını qulluq edirsə, eyni vəziyyətdə yenə 100 manat alır. Burada fərq nədədir? Evladı qulluq edir zaman, belə deyək də, hörmətli izləyicilər, birbaşa, yəni, dövlət təyin edir 100 manatı. Amma yoldaşla qulluq edir zaman, nikah şəhadətnaməsini aparır, onun əsasında təyin olunur. Onu da qeyd edin ki, hörmətli izləyicilər, yəni dövlət daha çox güzəşt və imtiyazlar xanımlara o halda verir ki, nə xanım belə deyək, anadır və yaxud valideyndir. Belə deyək, bacıyı və yaxud qız evlatlarına elə güzəşt imtiyazı verməyib. Baxın, məsəl üçün, dediyim kimi, ana evladını qulluq edirsə, birbaşa 100 manat alır, və yaxud həyat yoldaşını qulluq edirsə, nikah şəhadətnaməsi əsasında alır. Amma bacı qardaşını qulluq edirsə, və yaxud qız evladı ana atasını qulluq edirsə, əlildirsə birinci qrup, o halda da icra hakimiyyətində belə deyək də, patronajı təsdiq etməlidir, hörmətli izləyicilər. Üzrü sayın, hörmətli izləyicilər. Həmin telefonda problem var, hiss çəkəyəm. Həmin də soyuq dəyib biraz. Ona dediyim kimi üzrü hesab edim. Dediyim kimi, patronajı qəbul etməlidir. Qız evladı valideynlərə qulluq edirsə, və yaxud bacı qardaşı qulluq edirsə, və yaxud bacıya qulluq edirsə. Amma bəlkə məsələyə qayıdan, hörmətli izləyicilər, xanım işləyirsə, uşağın yaş yarımına qədər, yəni ki, yarımçıq saat işləyə bilər. Uşağın yaş yarımından sonra, uşağın atası yanında yoxdursa, boşanmaya aidiyyəti yoxdur ya, hörmətli izləyicilər. Ya həbsxanadadır, ya xaricə çıxıb gedir, ya dünyasını dəyişib. O halda da uşağın 3 yaşına qədər, yəni işləyə bilər yarımçıq saatına. Və yaxud ananın məzuniyyəti götürə bilər. O ki, qadın mənzil hüquqlarına bağlı, hörmətli izləyicilər, onu da qeyd edim. Misal üçün, xanımlar sual verir ki, mən boşanıram, evdən mütləq əşyalarımı götürüb çıxmayamı? Xeyr, o əlavə iddia verməlidir, mülkiyyət sahibi sizi çıxartmayla odayır. Ola bilsin ki, sizə oradan pay düşsün, ola bilsin nikahdan öncə alınsın, sizə pay düşməsin, ola bilsin qaynatan adına olsun, bu halda sizə təzminat düşə bilər. Hörmətli xanımlar, nəzərə alın, vacib bir məsələdir.
Yani ki esas bir meseleden biri de ehtiyatlı o. O çıkardı sosyal yardım ve işle bağlı. Sosyal yardımla bağlı onu qeyd edin ki, hörmətli izləyicilər. Və ata uşaqlara baxırsa, ana yoxdursa, çıxıb gedibsə, belə deyək, və yaxud dünyasını dəyişibsə, mütləq ananı belə deyək, ata təsdiq edən sənəddə sübut kimi təqdim etməli, aidiyyəti quruma. Ana yox, ana boşandı, qurtardı getdi. Uşağa baxır, yəni buna görə sosial yardım verilməli. Uşağın 1 yaşına qədər 100 manat sosial yardım alırsa, yox, uşaq 5 nəfərdən yuxarıdırsa, sosial yardım almırsa, hər uşağa görə 105 manat almalıdır. Bu da 525 manat edir. Fərq bundadır, hörmətli izləyicilər. Nəzərə al, aradan elə səhət təyin olunmur. Dediyim kimi, və ya məsələ çəkdimi, ana uşağın 3 yaşına qədər qulluq edirsə, yəni və deyək, əlavə yanlışlıqsa işləməlidir. Amma atada elədir, ataya da aidiyyəti var. Amma ata əlavə sübutlar verməli ki, yəni ana yoxdur. Anada elədir. Bir də ki, uşaq əyildirsə, ananın, belə deyək, uşağın pensiyası verir anaya. Hörmətli izləyicilər, nəzərə alın. Uşağın nə sənədləri varsa, ananın adına olur. Bunu əlavə uşaq birbaşa doğulduğu zaman ananın üstünə qeydiyyata düşür. Əgər atanın üstünə qeydiyyata salmaq istəyirsə, o halda mütləq əlavə, yəni ata əzənə müraciət etməlidir ondan sonra. Hörmətli izləyicilər. Ətraflı məlumat üçün mənim telefon numaram videonun izahı yerinə qeyd olunub. Əgər saxlaya bilirsiniz, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsələsinin verilməsi 10 manatdır. Bir daha qeyd edən ki, əgər telefonu YouTube kanalında videonun izahı yerinə qeyd olunub, kart nömrəndə, eyni zamanda YouTube kanalı short bölməsində istənilən videonun üzərində var. Hörmətli izləyicilər. Əgər saxlaya bilirsiniz. Biraz üzrlü hesab edin, nasazam. Ona görə tez çəkirəm videonu. Eyni zamanda telefonda problem var. Dəstək üçün kanala abunə olmağı unutmayın və videonu bəyənin, qoyun hamı bilsin. Diqqətinizə görə sağ olun. Sağ olun.